bu yelbuğalardan, əjdahalardan varımız? Adres vereyim, yaz. Azərbaycan, Zəncan, Sultaniyə Günbəzin 17 kilometrliyi Biyərkəndi, Daşkəsən ya Əjdaha məbədi. Zəncanın Əjdaha məbədi İranın təkcə şaman və buğdayı məbədidir. Əjdaha məbədi 700 il qabaq İranda hökumət eləyən İlxanlılara aiddir. İlxanlılar Uyğur türkü idilər. İndiki Çin tərəfləri olur. Əjdahanın türküsü yelbuğa olur. Qurbağa, tosbağa, yelbuğa. Bəli, yelbuğa bizim öz türkümüzdür. Daşkəsən məbədində 2 yelbuğa heykəli və neçə İslami mehrab nəqşi görülür. Əjdaha əksi və heykəlini İranda təkcə Zəncanın, Daşkəsən və Qərbi Azərbaycanın Tikantepe şəhrinin Təxti Süleyman binasında görmək olur. Bu iki əjdahalı binalarda İlxanlı türklərin iz tozu var. Bizi Barış Səsi adı ilə Instagram və Telegramda bəyənin və paylaşın.